Bir arvad tapıb evlenseydim. Ne? Arvad? Aman aman, 6 ay evli olmuşam, hele de tüsü tepemden çıkıyor. Elə kaçtım ki, izimi de tapabilmez. Amma ben bu yay nece olsa evleneceğim. Hele sevgilime şiir de yazmışam, bak. Kulak as. Mühsün yaralanmıştır. Bir bak üreği kandır. Doktor dedi ki yalnız ulduz ona dermandır. Ulduz ne güzel kızdır hey. Mühsün ne güzel oğlandır. Mühsün gelecek yarın ulduz gibi canandır. Ulduz? He? Razıdır. Hele bilmir. Bence razı olar. Çay. Limon. Çay. Limon. Lim çay. Lim çay. Lim çay. Bağışlayın, əziz yoldaş. Ehtiyatlı olun hanım. Başımda yeni elmi hipotenuz əmələ gəlmişdir. Fikir sistemimi bozabilirsiniz. 2 kəlməyle deyin görüm size ne lazımdır. Yox, 2 kəlmə ilə mümkün deyil. Mənim o qədər sözüm var ki, bir şair lazımdır, kitab bağlasın. Sen gelmişsiniz hanım. Bura Edebiyat İnstitutu değil, Kənd Təsərrüfat İnstitutudur. Bilirəm. Bəs size ne lazımdır? Mən Mehmet Məmmədov axtarıram. Ha. Bu saat təşkil edərək. Gülümsarov seni çağırır. Yok, 2 zeydi. Seni çağırır. Geç. Bu saat. Məni siz çağırtırmısınız? Mən çağırtırmışam. İndi də sən mənim əlimdən Elmlər Akademiyasında da gizlənə bilməzsən. Səni mən taparam gene de olsa, əlimdən heç zaman qurtarmasacaq. Ayrıldık, kurtardı, yanılmış uyan. Ayrıldık, kurtardı, yanılmış uyan. 6 ay yaşadık, 6 ay yaşadık. Besteyler var. 6 ay yaşadık, 6 ay yaşadık. Besteyler var. Əzizim, 2 gözüm. Axı məndən nə istəyirsən? Nə istəyirəm? Qanunla şeyləri tənyarı bölməyi. O əynindəki kostyumu mənimlə yaşayanda almışsan. Nə olsun ki? Deməli yarısı mənimdir. Mən ürəyi yumşaq adamım, pəncəyi çıxart. Bura bax, özün öz xoşunda çıx get. Ayaqqabının da bir tane çıxart. Nazik, Allah eşkine sabah gel, hamısını verim apar. Çıxart. Yaxşı. Ayaqqabının bir tane çıxardacaqsan ya yox? Deyin hanım, benim ayakkabım sizin neyinize lazımdır? Bax
Bağışlayın, mən meşq eləyirdim. Siz artistkasınız? Bilirsiniz necə artistkayam? Nazik. Bəh, ne güzel adınız var. Özünüz nazlı, adınız nazik. Tanış olaq. Məhsin. Musik. Elə demeyin xanım. Eşidərlər. Mən bu institutun məsul kişilərindənəm. Yoldaş gülümsər onun katibiyə. Qorxmayın, bu səs-küydə heç kəs eşitməz. Burada nə olub, toydur? Xeyr, buraxılış gecəsidir. Sabah qalxoza yola düşürük. Kalxoza? Bir yandan deyir sabah gəl evdən apar, o biri yandan da əkilir. Yox əzizim, sən mənim əlimdən yaxanı qutara bilməyəcəksən.